Bugünkü həmsöhbətim Azərbaycan musiqi mədəniyyətində, şou biznesində və poeziyasında heç kimə bənzəməyən bir cığır açdı. Bəstələri ilə ruhumuza toxundu, geyindiyi geyimlərlə vizual sənət yaratdı. Yazdığı fəlsəfi və fərqli şeirlərlə isə cəmiyyəti düşünməyə, müzakirə etməyə vadar etdi. Onu həm çox sevirlər, həm heyranlıqla izləyirlər, həm də hər addımını böyük bir maraqla müzakirə edirlər. Çünki o, heç vaxt standart çərçivələrə sığmadı. Estradamızın avantqard müğənnisi, bəstəkar, şairə, Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahanla bugün birlikdə zaman keçirəcək, onunla bir gün yaşayacağıq. Sensiz bilmemişim baharı kışı, yazıp talime ben alışım. Sevince karşı gözümün yaşı, hasretin ocağı söner bu gece. Dəyərli izləyicilərimiz, biz hazırda Azərbaycan televiziyasının səs yazmaq studiyasındayıq və çox gözəl bir kollektivlə bərabərik. Kollektivin rəhbəri hazırda bizim əməkdar artistimiz, gözəl müğənnimiz, səhnədə hər zaman fərqlənən Elza xanım Seyidcahandır. Rasmiyə xanımı da tanıyırıq. Amma bu gənclər doğrudan da işıqlı istedaddılar. Bunları dinlədikcə insan tamam başqa bir dünyaya gedir və başa düşürsən ki, sən elədiyin hələ heç nədir. Doğrudan da uşaqlar, sizi alqışlayıram. Mən inanıram ki, indi sizi tanıyanlar da var əlbəttə ki, sizin istedadınıza bələd olanlar da var. Amma mən çox təəccübləndim sizin ifanıza. Çox möhtəşəm ifa etdiniz. Amma əlbəttə ki, bunu birazdan bizim tamaşaçılarımız da eşidəcəklər. Elza xanım, sizə təşəkkür edirəm. Belə gözəl gəncləri ətrafınıza yığdığınıza görə. Doğrudan çox gözəl bir layihədir. İşıqlı istedadlar layihəsi və hazırda bildiyim qədər bunun üzərində iş gedir. Gözəl deyəndə ki, gözəllər gözəlindən də gözəldilər bu gənclər. Elnardır. Rəvanədir. Bacım Rasimə, həmişə gənc olan Rasimə bacım uşaqları çox sevir. Fatimə. Fərid, bir də ki, Nigar. Yəni ki, bu uşaqlar doğrudan da artıq bunları bəlkə də təqdim etməyə ehtiyac yoxdur. Artıq bunları yetərincə tanıyırlar. Öz layihələri ilə Elnar işıqlı istedadlar, gözəl işıqlı istedadlar qrupunun rəhbəridir və həm də ki, başqa inklüzivin sirri altında dəfələrlə biz bunlarla tədbirlərdə olmuşuq. Hətta Laçınımıza qədər gedib çıxmışıq, Qarabağ torpaqlarında. Bu uşaqlar artıq dünya səviyyəsində tanınacaq uşaqlar, gənclərdir. Bunların nazını çəkib birincisi, əlbəttə bilirsiniz ki, bunun dövlətimiz tərəfindən vitse-prezidentimiz Mehriban xanım və Heydər Rəfondun vitse-prezidenti Leyla xanım Əliyeva və istedadlı bizim bunlarla məşğul olan müəllimlər, valideynləri, məktəblər və Hacı Quliyev tanıyırsınız, yəqin ki, yetərincə bunların böyük tədbirlərində mən hətta ötən il doğum günümü bu gözəl uşaqlarla bir yerdə, istedadlı balalarla bir yerdə keçirmişəm və tez-tez bunların bayram tədbirlərində dəvət edəndə, xüsusən Elnar mənə tez-tez dəvət edir, mən gedirəm və bugün isə bizim Nəbi Xəzirin sözlərinə bəstələdiyim qəşəng bir Elnar demişkən bir dəhşət əsərdir. Fövqəladə əsərdir. Fövqəladə əsərdir deyir. Elnar çox pozitiv insandır, doğrudan da. Biraz əvvəl dedi ki, bizim uşaqlarımızın çox gözəl nitq qabiliyyətləri var. Əlbəttə, onları da biz eşitmək istəyirik. İstəyirsiniz birlikdə ifa eləyin o dediyiniz əsəri. Ona klip çəkiləcək, hə, Elza xanım? Bəli, artıq işlər gedir, inşallah. Allahın izniyle görürsən, necə imanlı balalardılar bunlar. Fatimə 11 yaşı var, amma mən onlardan... Yaşına baxmayaraq ürəyi çox böyükdür. Sənin də elə ürəyin böyükdür. Burada hər kəs belədir, mən bildiyim qədər. Allah razı olsun. Elza xanım, əsərinizin adı nədir? Nəbi Xəzirin sözlərində dəniz kimi. Hə, dəniz kimi, dəniz kimi. İstəsən yuxuna gələrəm səni, gələrəm dəniz kimi. Özünə incilərəm sən.
maraqlıdır ki, mən bunu bəstələyəndə Bayat Şiraz muğamı üzərində, hətta telefonumda da var. Mən gedəndə o Bayat Şiraz muğamı üzərində mən artıq demək olar ki, elə bilirdim ki, tamamlamışam, tapmışam. Piyaninaya oturan kimi Çargah muğamı üzərində bu mahnı elə bir nəfəsə ifa olundu və doğrudan da çox sevindim ki, belə Çox yaraşdı. Musiqi şeirə də çox gözəl yaraşdı. Bəli, Nəbi Xəzin Allah ruhunu şad eləsin. Bəli, çox gözəl şeirlərindən biridir. Halbuki bizim belə şairlərimiz var. Bir mahnı bəstələmişəm, Kor adamlar. Leyla xanım Əliyevanın sözlərinə onu Fatimə ilə duetdə oxumuşuq. Onu çox gözəl ifa edib Fatimə və ona görə yox ki, gözdən əlildir bunlar, yox. Ona görə ki, bəzi insanlar var ki, onların gözləri olsa, bəsirət gözləri yoxdur. Bunların bəsirət gözləri çox açıqdır da, yəni və çox mahir ifa etdi. Elə Leyla xanım da o şeiri o baxımdan yazıb ki, yəni kör olmuşam, gözlərim bir qaranlıq dünyadır. Gündüz nə, gecə nədir, gözüm bunu anlamır. Bircə onu bilirəm. Adamlar, kör olsam da sizlərdən biriyəm. Yəni mən son da kör da, gözlü də gedəcək bu dünyada. İşığı qəbul edən bəşər evladıyam mən. Yaxşısı budur, gəlin bir deyək, bir gülək. Çalışaq ki, zülmətdən işığı bölə bilək. Yəni İnsanlar üçün, bəzi insanlar o qədər, onların hər şeyi var, amma onlar üçün elə bir sanki zülmətdir, bölə bilmirlər işığı. Amma bu uşaqlarda o qədər işıq var ki, o qədər işıq var bunlarda. Və Laçınımın dağlarında, Elnar, necə oldu Laçınımın dağlarında mahnısını, sən onları muğamla, şeirlə, özləri kompozisiya qururlar. Doğrudan da, bəli, Elza xanım, bizim üçün doğrudan sizin xoş gəlmişsiniz əvvəla bizim yanımıza, hər biriniz səfa gətirmişsiniz. Biz təşəkkür edirik, bizə vaxt ayırdınız. O nə deməkdir, çox sağ olun. Əsas da bizim sənətkarımız sağ olsun. Elza xanım mənim üçün bir doğmamdır, bir sənətkarımdır. Həmişə mən onun xətrini çox istəyirəm. Burada biz bu Elza xanımın deməli, bu Nəbi Xəzrinin sözlərinə bu cür bəstəsi həqiqətən də sözün əsl mənasında hər birimizin ruhunu, qəlbini oxşadı. Ona görə də bugün bərabərik, bərabər şəkildə bu layihənin hazırlıqları gedir. Düzdür Elza xanım, Laçınımın dağlarında mahnısına da biz şeir, sonra muğam, ardıca da ifa, bu daha da gözəl alınmışdı, xoş qarşılanmışdı. Bir daha təşəkkür edirəm sizə. Əvvəla hər kəs salamlayıram. Mən Ağamirova Rəvanə, Milli Konservatoriyanın xanəndəli üzrə fakültəsinin 2-ci kurs tələbəsiyəm və Sevinç Sariyevadan əvvəl dərs almışam və daha sonra İlkin Əhmədovun sinifinə qəbul olmuşam. Laçında da oxumuşduq. Biz bunu iyul ayının 7-si birlikdə Laçın mahnımla, mənim Laçın mahnımla kompozisiya. Mən paylaşmışdım onu Instagramda. Bunlarla keçdirmişdim. Gözəl bir tədbir idi. Görsən? Bəli, bəli, çox gözəl. Rasimə xanım da sağ olsun, Elza xanım da sağ olsun. Təşəkkür edirəm. Bax, bu dostlarımızın həmişə bizim İşıqlı İstedadlar layihəsinə xüsusi həmişə dəstəyini göstəriblər, gəliblər. İranda deyir, gözdən məhdud olan adamları kör demək biraz sayğısızlıq, hörmətsizlik sayılır. Onlara ruşəndil deyə müraciət edirlər. Qəlbi nurlu, işıqlı ürəklər, işıqlı işıqlı dünyalar olan. Onlar həqiqətən qəlblərindən görürlər. Biz gəlməmişdən əvvəl bunlar öz istedadları ilə piano da çalıb. Elnarın elə gözəl səsi, avazı var. Elza xanım, çox təşəkkür edirəm sizlərə. Təşəkkür edirəm ki, bizi belə tanıtırsınız, bizi belə yanımızdasınız, tək qoymursunuz. İnanırsınız, mən bunları seçmişəm deyəndə ki, həmişə əslində daha çox bunlar məni seçirlər. Bunlar mənim musiqimi bəyəniblər ki, mən buradayam. Bunlar hər musiqini bəyənmirlər. Yəni ki, bir də görmüşəm ki, bunlar mənim mahnımı artıq kompozisiya edir. Sizin çox gözəl mahnılarınız var, gözəl əsərləriniz var. Ki, bunlar məni bəyəniblər. Mən bunların, necə deyərlər, senzurasından keçmişəm. Elza xanımla işləmək çox gözəldir. Uğurlar arzu edirəm yeni layihəmizə. Elza xanıma, bütün dostlara da uğurlar olsun. Mən Fərid Abuşov, Əfrasiyə Bədəlbəyli adına 20 saylı musiqi məktəbini bitirmişəm. Asəf Zeynalovanı musiqi kollecini 3 il bitirmişəm. Hal-hazırda da davam elətdirəm inşallah. Konservatoriyaya vermə fikrim var, hazırlaşıram. Uğurlar. Çox sağ olun. Başda Elza xanım olmaqla Elnar bəyə, Rasimə xanıma təşəkkürümü bildirirəm ki, bizə hər zaman dəstək olurlar, belə layihələr yaratdılar və ümid edirəm ki, bizim bu layihəmiz bütün dünyada tanınacaq və inkişaf edəcək. Biz də inandırıq.
Elza xanım, istərdim ki, Laçın mahnısında ifa eləyəsiniz birlikdə. Ay Laçın, can Laçın, Laçınımın dağlarında. Ay Laçın, can Laçın, Laçınımın dağlarında. 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 Zirvesinde taş olaydım, sabahsında kuş olaydım. Yaylasında Taş olaydım, Laçınımın dağlarında, Laçınımın dağlarında. Ay Laçın, can Laçın, Laçınımın dağlarında. Ay Laçın, can Laçın, Laçınımın dağlarında. Laçınımın dağlarında. Muğam de. Laçınımın dağlarında. Ay Laçın, can Laçın, Laçınımın dağlarında. Ay Laçın, can Laçın, Laçınımın dağlarında. Təşəkkürlər, minnətdarıq. Gözəl layihələr arzulayırıq sizə. Uğurlarınız bol olsun və klipi səbirsizliklə gözləyirik. Tarixi bir gündür ki, bu məbəddə bilirsiniz ki, Niyazi necə deyirlər, dahilərimizdən tutmuş, necə görkəmli canlı əfsanələrimizə qədər Azərbaycan televiziyasının səs yazma studiyası məkanındayıq, ocağındayıq. Mən də xoşbəxtəm ki, uşaqlığımdan elə dövlət televiziyasında böyümüşəm. Bugün də bu məbədin, bu divarlar arasında buranın solistiyəm. Qapalı Səhmdar Cəmiyyət Dövlət Televiziyasının solistiyəm və burada bizim tez-tez konsertlərimiz keçirilir. Cavad müəllim bizim rəhbərimiz, səs yazma studiyasının direktoru, müdürü Cavad müəllim. O da skripka ustadıdır, Bülbül adlı məktəbi bitirir. Mənim oğlumla bitiriblər Bülbül adlı məktəbi. Amma bu günləri mən çin-çinə onunla çalışıram burada. Və uşaqlar da bura gələndə deyirlər, buna nə böyük yerdir. Və inşallah ki, elə verilişimiz davam edir. Biz indi uşaqlardan hələlik ayrılacağıq, amma ki, çox söhbətlərimiz var. İşıqlı istedadlar, sizə təşəkkür edirik. Yolunuz açıq olsun. Hər zaman yolunuz işıqlı olsun. Elza xanımdansa bizim bugünkü yolculuğumuz davam eləyir. Təşəkkür edirəm sizə. İndi isə uşaqlar, biz sizdən hələlik ayrılacağıq, amma mən Günay xanımdan istəyirəm buradan kukla teatrına tərəf yollanaq. Çünki orada da mənim necə deyək ki, gözəl danışılası sözlərim çoxdur. İnşallah, amma bizim verilişimizin ardında da siz televiziyadan dinləyəsiniz, eşidəsiniz, Yaşanan bir gün verilişi mütləq izləyin. Yaşanan bir gün verilişi çox gözəl verilmişdir. Gözəl sənətkarları dəvət edirsiniz. Bugün də biz olacağıq inşallah. Düşünmək ki, axtarmıram, düşünmək ki, soruşmuram, düşünmək ki, gözləmirəm. Səni mən, səni mən, səni mən, səni mən. Arxandayam kölgə kimi, yanındayam nəfəs kimi. Ah, bir səs kimi o mənəm mən. Gözləməkdən bitdim, özləməkdən. Elza xanımla gəlmişik Bakının ən gözəl güşələrindən biri olan Dənizkənarı bulvara və oturmuşuq bizim əziz, sevimli Kukla Teatrının yanında. Kukla Teatrının yanında təsadüfən oturmamışıq. Çünki bu teatrdan Elza xanımı bağlayan çox şeylər var. Neçə illərdə əməkdaşlıq edirsiniz. Həm də Kukla Teatrı hamımız üçün doğmadır. Mənim öz uşaqlığım, mənim qızlarımın uşaqlığı bu teatrda keçib. Və əgər bizim valideynlərimiz bizi eşidirsə, mütləq uşaqlarını Kukla Teatrına gətirsinlər. Yeni tamaşalar burada oynanılır. Sənətkarlarımız çox böyük zəhmət çəkirlər və bu tamaşalara gələndə uşağın xəyal dünyası inkişaf eləyir. Hər tərəfli inkişaf edir mənə gəlir ki, uşaqlar. Və Elza xanımın da burada çox gözəl işləri var. İstəyərdim elə Elza xanım sözünüz danışasınız. Bax, Kukla Teatrı sizi bura bağlayan nədir? İnsan nə qədər böyüsə, uşaqlıq onun üçün hərdən əlki oynəşir, uşaqlıqla qayıtmaq istəyir, uşaqlaşır. Və mən doğrudan da
özümü həmişə xoşbəxt sayıram ki, mən uşaqlarım balaca olanda onları bu kukla teatrına gətirəndə elə bir ki, sanki özüm belə öz uşaqlığımı yaşamışam. O vaxtlar yadımdadır, Ələkbər əmi sağ idi, burada tamaşalar olurdu və mən də o zamanlardan elə əməkdaşlıq edirdim, kömək edirdim Ələkbər əmiyə və uşaqlarım oxuyurdular tamaşalarda. Əsər Cavanşirovun Bənövşə Uşaq Xor kollektivində, xorunda. Və bugün də o ənənə burada elə bir ki, necə də çox daha da gəldim ki, heç yeri qalmır, daha da yüksək inkişaf edir. Bugün Kukla Teatrının rəhbəri Rəşad müəllim Əhmədzadə çox belə zəhmətlə, qayğı ilə, hətta Kukla Teatrının nəzdində oyuq teatrı, uşaqlar teatrı var ki, oradan istedadlar Səidə xanım o teatrın rəhbəri olub uzun müddət. Və mən də bir bəstəkar olaraq zəhmətimi, yəni ki, orada öz vaxtımı, töhfəmi verdiyim üçün elə bir özümdə bir rahatçılıq var ki, yəni mənim də orada zəhmətim var və zəhmətin bəhlələri də ki, buradadır. Kuklalarımız masamızdadır. Bu sizə bənzəyir çox. Fikirləşirəm ki, elə buradan necə bir kukla teatrı bizim yanımız, həm oturaq burada rəngi bu tarixi bir məkanda, bu da elə incəsənət məkanıdır. Yaxın keçmişdə burada bütün aktyorlarımız, incəsənət xadimləri, elə kukla teatrının işçiləri hamısı burada yığışırlar, burada gözəl söhbətlər, layihələrini, yəni ki, burada ilk, necə deyərlər, başlanğıcını burada danışırlar və mən də bu ənənəyə sadiq qalırsınız. Doğma məkanıdır. Xüsusən də bura Siyavuş Aslan deyirlər ki, daha çox bura gəlirdi aktyorumuz Hacıqol Bağırov, daha çox Siyavuş Aslan, Yaşar Nuri. Buranın rəhbərliyi bir dəfə dedi ki, burada deyir, elə sözlər danışdı ki, mən çox kövrəldim də, deyir, həmişə də Siyavuş müəllim gələrdi, deyir, bura. Onun danışdığı söhbətlərdən danışardılar. Və mən də bu günləri, bu görsüz musiqi səsi burada, bizim sahildə, bulvarda yay möcüzəsi. Tez-tez gəlirəm bura. Festival gedir burada. Bəli, Xəzər sahilində əyləşirəm. Həm yaradıcılığımı elə bir ki, daha da mükəmməlləşdirirəm, özüm düşünürəm. Bu gözəl, deyirəm, bu ağaclar nələrə şahiddir, böyük şam ağacları, neçə illərdir. Çinarlar. Bəli, çinarlar, şam ağacları. Burada şahmat oynayanları görürəm. Yəni gündən günə çox sevinirəm ki, insanlar böyük həvəslə, ailələr böyük həvəslə uşaqlarını gətirirlər kukla teatrına və artıq neçə ildir ki, Mikail Müşfiqin piyesi əsasında Şəngülüm Məngülüm tamaşasında bəstələdiyim gözəl simfonik əsərləri bizim çox gözəl aktrisamız, mən ona gənc də olsa canlı əfsanə deyirəm, çox istedadlı aktrisamızdır, bunu hamımız bilirik. Respublikanın əməkdar artisti Ülviyə xanım Əliyeva, mono tamaşa. Bəli, Ülviyə xanım da oradan çox istedadlıdır. Bəli, xüsusilə də pandemiya dövründə həmin o Şəngülüm Məngülüm tamaşasını onlayn olaraq tez-tez tamaşanı göstərirdi onlayn vasitəsilə və bugün də o ənənə davam etdirilir. Hətta görün nə qədər o tamaşaya böyük bir tələbat var ki, mən Rəşad müəllimə xahiş elədim ki, bu yaxında Rəşad müəllim, mən istəyirəm o tamaşanı özüm öz səhifəmdə, YouTube kanalımda paylaşım. Hardan tapa bilərəm onu? Deyir, Ezilxan, biz elə onu nə efirə, nə də YouTube'a yerləşdirməmişik. Səbəbini soruşdum, dedim, niyə görə ki? Əcəba, niyə görə? Çünki o qədər o tamaşaya hələ, necə deyərlər, tələbat var, anşlaq keçir. Biz onu yerləşdirmirik ki, biz onun, yəni ki, büdcəmizə, büdcəyə bəli, gəlirlər, tələbatımıza, bizim də teatrımızın büdcəsinə xeyir verir bu tamaşa. Nə gözəl. Bu məni çox sevindirdi. Mənim ötən doğum günümdə bu mənim heykəlimdir, Kukla Teatrının rəssam heykəli taraşları. Cizgilərimə baxıram, diksinirəm, hərdən elə bilirəm ki, özüməm. Deyirəm, bu mənim cizgimi necə tutub mənim gözlərimin rənginə qədər, burnumun, dodaqlarımın necə, o, yəni ki, forması hamısı sizdə olduğu kimi, bəli. Necə, bu da cırtdan da bir gün teatrın dostu, Kukla Teatrının dostları buna Firuzə İbadovaya təqdim etdilər. Bizim gözəl sənətkarımız, xalqımızın canlı əfsanəsi. Bir də mənə təqdim etdilər. İnanırsınız, oturmuşdum tamaşada, gördüm belə səhnədə hədiyyələr var belə. Elə cırtdandır, baxın, deyirəm, ayaqda nə yaxşı cırtdandır. Belə baxıram, deyirəm, nə yaxşı bunu, belə də qəşəngdə, belə əl işlərinə heyranlıqla baxıram. Bir də gördüm axırda, Seyidcahan, cırtdan mənə hədiyyə etdilər. Gətirilmişəm evə, neçə ildir artıq bu məndədir. Valideynlərə buradan tövsiyə edirəm ki, uşaqlarını tez-tez Kukla Teatrına gətirsinlər. Buradan bizi görürsünüz hamısı. Tamaşaçılar sizi izləyirlər. Salamlayırlar bizi.
Sizi sevirlər Elza xanım. Sevirlər bəni. Sağ olun, sağ olun, Baxmayaraq sağ ki, olun. məsələn, xarici görünüşünüzə görə, geyimlərinizə görə, saç düzümlərinizə görə bəzən tənqid də olursunuz, amma görürsünüz insanlar sizi sevirlər. Tənqidlər sizi uzaqlaşdırırmı sənətdən, yoxsa hərdən olurmu ki, deyirsiniz ki, artıq yazmayacağam şeirləri? Yəni belə hallar olurmu sizdə? Tənqid məni daha da ruhlandırır, tənqid məni daha da, siz necə, tənqid o deməkdir ki, demək sən varsan, səni tanıyırlar və səni həzm etmək Diqqət istəyirlər. çəkirsən. Səni həzm etmək istəyirlər ki, ona görə tənqid edirlər ki, məsələn, bir yerə gedirik, yeni bir yeməklər mətbəxdə, misal üçün bir qonaq gedəndə, bir yeməyi yeyəndə deyir, buna nə qatmısınız? Mən də istəyirəm bundan bişirim. Yəni onu istəyirsən ki, o qatılan ədviyyatların, tamların dadı biləsən də, yəni. Məsələn, xüsusən də başqa bir ölkələrə biz tez-tez gedəndə, oranın mətbəxinə və yəni ki, yeməklərin dadanda yazıram, gətirirəm, özümüzdə hazırlayırıq. İndi şükür Allaha müasir devirdə sosial YouTube'dan tapmaq olur. Amma əvvəllər bu belə idi. Hara gedirdik, yazıb gətirirdik. Dahi Qara Qarayev deyib ki, mən tənqidçiləri qızıl axtaranlara bənzədirəm. Əsl tənqidçi sübut edəcək dərəcədə izah etməyi bacarmalıdır. Bəs hansı tənqidləri qəbul edə bilmirsiniz? Sizi incidir məsələn? Yox, belə incidmir məni. Sadəcə baxıram, qəbul eləmədiyim tənqidlər odur, yəni bilməyənlər. Bir var bilənlər danışırlar, bir də var bilməyənlər danışırlar. Bunlar məni incidmir. Bilir və özlərini bilməyən kimi göstərənlər var, onlar məni incidirlər. Güya ki, bilmirlər bunlar. Bizim dahi bəstəkarımız Üzeyir Hacıbəyli bugün yaşasaydı, onun hansı tənqidindən və ya tərifindən qorxardınız? Mən onun tərifindən qorxardım. Çünki o tənqidini sevərdim, sevinərdim ki, o məni tənqid edir. Çünki tənqid insanı inkişaf elətdirir də, yəni. Amma o məni tərif etsə, mən çox narahat olardım ki, bu tərifi qoruyub saxlamalıyam, bu tərifə layiq olmalıyam. Elza xanım, sizin musiqiniz bəzən klassik musiqi sərhədlərini alt-üst eləyir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli bugün yaşasaydı və sizin musiqinizi dinləsəydi, sizcə sizə nə deyərdi? Mən elə musiqi bir əsər bəstələyəndə, yəni ki, hətta şeir də yazanda o dahiləri gözümün qarşısına keçirdirəm. Çünki bilirsiniz ki, Üzeyir Hacıbəyli də Platonlar da yazırdı, o həm dramaturq kimi də onun gözəl yazıları bizə gəlib çatır və həm onun məktubları, Müslüm Maqamayeva yazdığı məktubları, onun Müslüm Maqamayevla bir-biri ilə yazışmaları da o özü də bir elə bir necə deyim, romandan xəbər verir sanki. Belə bir ədəbiyyatdır bizim üçün. Bəli, bir ədəbiyyatdır. Ona görə mən fikirləşirəm ki, mən bir addım atanda o dahilərin hər birini mən fikirləşirəm. Və müəllimlərimi, yəni bilməsəm yazmaram. Əlbəttə istedadlı insan, fitri istedadlı insana, yəni ki, o gəlir də, yəni çox şeylər gəlir. Ona o kömək edir, onun savadı. Ki, hə, bu mənə gəldi. Mən bunu neyiniyim? Mən bunu çıxardım, ilə yoxsa çıxartmayayım. Həmin o savad, həmin o bəstəkarları tanımağın, keçdiyin məktəb, o sənə kömək edir ki, sən bunu deyə bilərsən, yəni deyə bilməzsən. Sonradan isə o tənqidlərə məruz qalırsansa, o tənqidlərlə yanaşı bolca, maşallah, təriflər də var. Misal üçün, iş orasındadır ki, məni tərifləyənlər çox peşəkar tənqidçilərdir. Ən gözəl sizin mahnılarınızı kim ifa eləyib? Kimin ifasında daha çox sevirsiniz öz mahnılarınızı? Vallahi mən həmişə, mən bütün müğənnilərimi sevirəm, hamı çox gözəl ifa ediblər. Mənim ən mahnılarımın şah müğənnisi Brilliant Dadaşova. Çünki Molla Pənah Vaqifin sözlərinə o boyda kompozisiyanı oxuyanda 98-ci ildə Heydər Əliyev Sarayında konsert verəndə onların evində, hətta onun həyat yoldaşı Ədalət müəllim deyirdi ki, sən bu mahnını konsertdə risk edib bunu oxuyursan. İlk dəfə bu boyda 12 dəqiqəlik kompozisiyanı ilk dəfə proqrama əlavə etmə. Biraz oxu, insanlara bu mahnı tanış olsun, sonra konsertində bunu et. O, onu risk elədi. Birincidən o solo konsertinə Molla Pənah Vaqifin 93-cü ildə mən bəstələmişdim onu. O mahnını proqrama daxil etmişdi. Ancaq görün necə oldu, alqışlarla 10 dəqiqə insanlar ayaqüstü alqışladılar. Deyim ki, deyərəm, bəlkə yalan deyərəm. Və buna görə də mən Brilliant xanım, o zaman mən gənc idim, konservatoriyada mən oxuyurdum, o mənə maddi, mənəvi, ruhən, fiziki mənə dəstək oldu və indiyənəcən də o öz böyüklüyünü saxlayır, həmişə mənə
ruhlandırıcı sözlər. Mənim ondan sonra 2 mahnımı oxuyub Cabir Novruzun sözlərindən Sizə güvəndiyim dağlar, Qəndərə Paşayevanın sözlərinə həyata küsmə. Yenə də istəyirik ki, təzə mahnılarımızı oxuyaq. Mən istəyirəm sən çalışırsan hərdən mənim sirlərimi açmağa. Qoy mən də tamaşaçılara sənin bir sirri açım da. Onlar icazə verirsən. Əlbəttə ki. Bu sirri açacağam ki, əziz tamaşaçılar, Günay xanım televiziya arenasına ilk qədəmlərində onun ilk müsahibi kim olub? Məncə 99-cu il olardı. Səhər musiqi informasiya proqramında mən xəbər buraxılışlarını aparırdım. Və elə oldu ki, bir dəfə, ilk dəfə mənə televiziya həmin o proqramı aparmaq həvalə olunanda qonağım məhz siz oldunuz. Çox maraqlı bir veriliş olmuşdu, yadda qalan olmuşdu. Heç vaxt unutmayacağım. Bəli, bizim səhər proqramının çox gözəl kollektivi var idi, mehriban kollektiv var idi. Və indi mən səni istəyirəm bir gözəl, bu bizim gözəl bulvarımızda qəşəng bir səyahətə aparım. Orada bulvarda yay möcüzəsi yarmarkası var. Qəşəng elə mən sənə bir dondurma alacağım ki, dondurma daha doğrusu hazırlayarıq özümüz. O dondurmanı sən heç yerdə yeməmisən. Belə maraqlı mən nəvələrimlə tez-tez gəlirəm bura. Elza xanımdan çox. Çünki nəvələri ilə vaxt keçirməyi sevir. Vaxt tapıram hər şeyi. Və ona görə də maraqlı yerlərə çox gedirsiniz. Bizim nağıllar aləminə xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Çox sağ olun. Bizim əziz Tüktür xanımımız, bizim əziz sehirbazımız və əziz balalarımız, gözəl ailələr. Çox gözəldir bura, deyilmi, hə? Alqışlayaq, alqışlayaq. Biz siz gəlirik bura. Hamı mənimlə razılaşar. Yaşanan hər bir ömrümüzün, günümüzün, hətta saniyəmizin çox böyük önəmi var. Çalışaq hər saniyəmizi xoşbəxt yaşamağı bacaraq. Çünki həyat çox qısadır. Biz indi çox xoşbəxtik. Çünki biz sizi görürük, siz bizi görürsünüz. Bu xoşbəxtliyimizi gürultulu alqışlarla hər birimiz şərəfləndirməliyik. Yaxşı ki, biz fəxr edirik ki, o çox möhkəmdir. Biz fəxr edirik ki, Azərbaycanlıyıq. Sağ olun, gələn görüşməyə qədər. Gözəlliyi də ki, göz qamaşdırır. Düzü mən də birinci dəfədir. Sanki bu marojna təqdimatda dondurma yeyirəm ilk dəfədir. Yəni bir buketi görmüşdük, marojna buketi görməmişdik. Dondurma buketi. Dondurma buketi, bəli, dondurma buketi. Dadına da baxaq, görək. Gözəl. Elə bax, uşaqlıqdan danışdıq. İçimizdəki böyüməyən uşaq. Yəni deyirlər ki, kimin ki içində uşaq qalır, hələ də yaşayır, o insan xoşbəxt insandır. Bəli. Belə bir sual verəcəkdim sizə, Elza xanım. Bax, sizin şeirlərinizdə həm uşaq səmimiyyəti var, həm də filosof dərinliyi var. Maraqlıdır, içinizdəki Elzanın neçə yaşı var və o böyüklərdən intiqam mı alır? Mən deyərdim ki, ən böyük dahilər elə uşaqlardılar. Bəli. Uşaqların o bilməyərəkdən o çıxartdığı səslər, uşaqların bilməyərəkdən o plastilində düzəltdikləri o gözəl heykəllər,
Məsələn, bəstəlik yazdıqları, mənim oğlum uşaq vaxtı tütəkdə ifa edirdi. Qonaq gəlmişdi, deyirdim ki, ifa ilə zapis eləmişdim onu. Dedi, ana bunu heç kəsə göstərmə ya, mən orada dəllilik eləmişəm. Yəni o dəllilik dahilidir demək. Yəni sonra böyüyürlər, onlar utanırlar. Özlərini göstərir, bəziləri özlərini göstərər kompleksləri olur, yəni özlərinə qarşı. Elələri var ki, o özlərini daha yaxşı göstərə bilirlər. Mən amma deyərdim ki, mən elə o uşaqlığımdan yadımda qalan o ki, anam bizə deyirdilər bəzi sözləri. Mən uşaqlığımda eşitdiyim sözləri bugün mən şeiriyyatımda istifadə edirəm. Uşaqlığımda eşitdiyim zümzüməni öz əsərlərimdə bəstələyirəm. Fəlsəfəni də duyuram və uşaqlığımı da unutmuram. Uşaqlığım da çox şükürlər olsun ki, keşməkeşli olub. Bəzən deyirlər ki, mənim uşaqlığım deyirlər, acınacaqlı olub, kasıb olub, belə deyirlər. Amma mənim uşaqlığım hər cəhətdən, yəni düzdür, anam 4 bacı bizi böyüdüb, oxutdurub, baba, nənə bizə baxıb, yəni atamız uzaqda olub. Amma heç vaxt kasıblıq görməmişik. Mənim anam zəhmət çəkib bizə həmişə bir kitablarımızı yaxşı alıb. Məsələn, bir kitabdan 4 dənə alıb. Bir paltardan birdən alıb, dördümüzdə geyinək. Amma kitabdan 4 dənə alıb ki, kitabımızda da bəhanəmiz olmasın. Anam soruşa, bizə gözəl nümunədir var. Bizə kimsə sual verəndə deməyək ki, hə, bacım mənə kitabı vermədi. Anam bizim bəhanəmizi kəsmişdi ki, bir kitabdan 4 dənə. Kitablar da o zaman bilirdin ki, musiqi kitabları lap baha idi. Təranə not mağazası var idi. Anam Sumqayıtdan gəlirdi, bütün maaşını o kitablara verirdi. Və bugün də anam o ənənəni nəvələrində, nəticələrində göstərir. Və siz də çox qayğıkeş anasınız. Mən də anamdan öyrənmişəm, ona görə nəvələrimə və başqalarının da uşaqlarına, öz tələbələrimə, bütün istedadlı uşaqlara mən o diqqəti, o qayğını əsirgəmirəm. Bax, buradan tamaşaçılarımıza nə demək istəyirsiniz? Həyatla bağlı, yaşamla bağlı, həyatımızın bir günü, bir saniyəsi ilə bağlı. Mən bu tamaşaçılarımıza demək istədiklərimi öz mahnılarımda indiyənə qədər yetərincə demişəm. Yəni ki, Həyata küsmə mahnımdan. Sözləri Gəncə Paşayevanın. Həyata küsmə, o çox gözəl, o çox şirin, o çox qısa, o sənin, yaşa onu sevə-sevə, doya-doya. Həyata küsmə, küsmə heç bir zaman. Həyata küsmə, küsmə, sən bir dayan. Belə gözəlliyi olan, gündən günə gözəlləşən bu işıqlı dünyada necə əl çəkin? Mikail Mişvi deyir. Mən hərdən deyirəm ki, Günay, deyirlər ki, misal üçün, deyirəm, doğrudan Azərbaycanda mən olmaq çox çətindir. Niyə görə? Çünki Azərbaycanda rəqiblər güclüdür. İstedadlar çoxdur. İstedadlar. Çünki niyə görə? Bizdə həm Avropa... Bugünlərə səhər gördüyümüz istedadlı uşaqlar. Bəli, bizdə Avropa mədəniyyəti. Onlar da rəqibdirlər istedadlılara. Sovetlər, Sovet klassik musiqisi, Avropa klassik musiqisi, Azərbaycan, caz, etnik, şaman, folklorumuz. Yəni bu qədər zənginin içində əlbəttə ki, insan üçün mən olmaq çətindir. Özünü doğrultmaq. Amma Avropada belədir. Avropada belə edirsən, onlardan məşhur olursan. Wow, eləyirlər, deyirlər, nə var ki? Amma ona görə demək istəyirəm ki, cənnət görmək istəyən Azərbaycana gəlsin. Öyrənmək istəyən, qonaqpərvərlik öyrənmək istəyən, peşəkar olmaq istəyən Azərbaycanda möhkəmlənsin. Və dadlı yeməklər yemək istəyən Azərbaycana gəlsin. Bəli. Biz bugün sənəti öz rəngləri ilə yenidən yazan, cəsarəti və istedadı ilə hər kəsi heyran qoyan Elza Seyidcahanın dünyasına qonaq olduq. Anladıq ki, sənət çərçivələrə sığmayacaq qədər azaddır və bu azadlığın ən gözəl nümunələrindən biri məhz bizim qonağımız idi. Elza xanım, səmimiyyətiniz, bizə bəxş etdiyiniz bu unudulmaz enerji üçün və hər zaman bizi təəccübləndirməyi bacardığınız üçün sizə təşəkkür edirik. Yaxşı ki varsınız, yaxşı ki sənətimizdə sizin kimi fərqli rənglər var. Əziz tamaşaçılar, həyatı standart və boz rənglərlə yox, öz rənglərinizlə yaşayın. Gələn görüşlərə dək.